Selam uşaqlar. Biz bugün sizinlə dərsliyimizin 49, 50, 53 və 54-cü səhifələrini yerinə yetirəcəyik. 2 səhifə Azərbaycan dilidir, 2 səhifə riyaziyyat. Azərbaycan dili fənni ilə başlayaq. Hansı bənddə cəm isimlər verilmişdir? Uşaqlar, cəm isimlər şəkilçisi hansıdır? Lar, lər. Düzdür? 2 cür yazılır və qrammatikdir. Deməli, bizə elə cərgə lazımdır ki, orada hamısında larlər olsun. Və bəndlərə bir-bir baxırıq. Dərələr. Dərə sözün kökü lər cəm şəkilçisi. Amma bilərdə burada bil sözün kökü o bilər gələcək zaman şəkilçisidir. Deməli, A deyil. Meşə sözün kökü lər cəm şəkilçisi. Burada da ümumiyyətlə cəm şəkilçisi yoxdur. Fincanlar, fincan sözün kökü lar cəm şəkilçisi, ev, evlər, gül, güllər. Hər üçündə də lar, lər var. Yerlər, silər, həyat. Həyat. Uşaqlar, baxın, deyəcəksiniz ki, mənim burada lər var. Burada da lər var, düzdür? Bu, lar, lər şəkilçisi deyil. Sözün kökü silməkdir. O silər, qeyri-qəti gələcək zaman şəkilçisi ar, ər. Sadəcə l-la r yan-bayan gəlib. Amma burada lar, lər şəkilçisi yoxdur. Düzgün cavab C. Hansı uyğunluq yanlışdır? Çuğundur kələm tərəvəzdir, tülkü köstəbəy heyvandır, turp xiyar meyvədir. Aşağıdakılar da elə güllərdir. Qızıl güllə, nərgis. Hansı uyğun deyil? Turpla xiyar meyvə deyil. Nədir uşaqlar? Tərəvəz. 2 və daha çox obraz arasındakı söhbətə nə deyilir? Diyaloq deyilir. Hansı cümlədə yaz sözü ad bildirir? Deməli, yaz sözü amonim sözdür. 2 mənası var. Biri yaz fəslindən söhbət gedir. Bir də ki, dərsi yazmaqdan. Yaz fəsli isimdir, ad bildirir. Dərsi yazmaq feildə hərəkət bildirir. Bizdən ad bildirən söz istəyir. Deməli, bizə yaz fəsli lazımdır. Elə birinci cümlədə də verib. Yaz gələndə hər tərəf yaşıllaşır. Nə gələndə? Yaz gələndə. Amma obrislərində feilin sualına cavab verir. Gülşən tapşırıqların hamısını yazdı. Nə etdi? Yazdı. Düzgün cavab A bəndidir. Digər variantlarda da hərəkət bildirir. 5-ci sual. Hansı cümlədə hərəkət bildirən söz düzgün işlənməyib? Babam yoldadır, indi bizə gəlir. Yoldadırsa, hal-hazırda gəlir. İndiki zaman. Bu düzgündür. Sabah dostumla teatra getdik yox. Normaldır, gedəcəyik. Deməli, bu yanlışdır. Dünən rayondan nənəm gəlmişdi. Dünən və keçmiş zaman doğrudur. Sabah ana dilindən imla yazacağıq. Sabah və gələcək zaman doğrudur. Yanlış cavab oldu. B bəndi. 6-cı sual. Hansı cümlədə yaxın mənalı sözlər çoxdur? Yaxın mənalı sözlərə nə deyirik? Sinonimlər. Yazılışı və deyilişi müxtəlif. Mənaları eyni və yaxın olan sözlərə sinonimlər deyilir. Və sinonimlər eyni nitq hissəsinə aid olur və eyni suala cavab verir. Ətrafı gül çiçəklə bəzəmişdilər. Gül, çiçək. Neçə dənədir? 2 dənə. Piroq dadlı və ləzzətlidir. Dadlı, ləzzətli. 2 dənə. O, vətənini, yurdunu, yuvasını heç vaxt unutmamışdı. 3 dənə. Onun atası mehriban və xoşrəftardır. Mehriban, xoşrəftar. 2 dənə. İndi hansında sinonim çoxdur? C bəndində. C bəndini götürdük. Hansı bənd doğrudur? Bizdən əlamət bildirən söz istəyir. Əlamət bildirən sözlər nədir? Sifətlər. Əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsinə sifət deyilir. Sifət necə, nə cür, hansı suallarına cavab verir? Necə, nə cür və hansı? Elə necəni götürək və sualları verək. Eynək, nə? Eynək. Bizə necə lazımdır? Toqqa, nə? Toqqa. Balaca, necə? Balaca. Çox, nə qədər sualına cavab verir. Necə sual lazım idi, o da var C bəndində. Hansı sözlər gələcək zamandadır? Uşaqlar, gələcək zaman feilin zamanıdır və bilirik ki, gələcək zamanın 2 şəkilçisi var. Acaq, əcək, qəti gələcək. Bir də ar, ər.
Bu da qeyri-qəti gələcək zaman şəkilçisidir. Yəni bizdən gələcək zaman istəyirsə, feilin sonu bunlarla bitməlidir. Oyandım, dı, keçmiş zaman. Fırçalayır, ır, indiki zaman. Alır, ır, alırsan sözündə indiki zaman. Yuyacaqlar, acaq, əcək, gələcək zaman. Deməli, oyandım, keçmiş zaman. Fırçalayır, indiki zaman. Alırsan, indiki zaman. Yuyacaqlar, gələcək zaman. Qəti gələcək zaman. Hansı fikir yanlışdır? Bütün sözlərin deyilişi və yazılışı eynidir. Elə birinci cümlə yanlışdır uşaqlar. Bütün sözlərin deyilişi ilə yazılışı eyni ola bilməz. Deyək ki, məsəl üçün, adi götürək ailə sözünü. A-i-lə yazırıq. Amma nə deyirik? A-i-lə. Və yaxud da ki, müəllim sözü. Müəllim yazırıq, məllim deyirik. Buna görə bütün sözlərin deyilişi və yazılışı eyni deyil. Bizdən yanlışı istəyirdi, elə yanlış da A bəndində verilmişdi. O biri bəndlərdən oxuyaq. Bəzən yanaşı yazılan saatlərdən biri tələffüz olunmur, düz deyir. Bəzi sözlərdə o yazırıq, A deyirik, düz deyir. Konfet yazırıq, konfet deyirik. Məsəl üçün, pomidor yazırıq, pomidor deyirik. Bəzən iki saitin arasına tələffüz zamanı y artırırıq. Baxın, bu da ailə. 2 saitdir, düzdür. 2 saitdir, tələffüzdə arasına nə gəldi? Y gəldi. 10-cu sual. Verilmiş cümləni hansı hərəkət bildirən söz tamamlayar? Hansı feillə tamamlayarıq? Bir neçə gün sonra havalar çox. Əgər bir neçə gün sonra deyirsə, bu gələcək zamana aid olur. Bir neçə gün sonra havalar çox soyuyur, soyudu, soyuyacaq, soyuyarlar. Bir neçə gündən sonra havalar çox soyuyacaq. Cədvəlin hansı hissəsində qanuna uyğunluq pozulmuşdur? Rəfiqə sözündə 3 samit var. 1, 2, 3 düzdür. 3 incə sait var. Ə, i, ə. Üçü də incədir, qalın yoxdur. Bu doğrudur. Təbaşir sözündə 1, 2, 3, 4 samit var. 2 incə, 1 qalın. Doğru. Xeyxaq sözündə 1, 2, 3, 4, 5 samit var. 1, 2 incə var, 1 qalın var. İndi hansı yanlış oldu uşaqlar? C bəndi. Karusel sözündə yoxlayaq. Karusel 1, 2, 3, 4 samit, 1 incə, 2 qalın. Yanlış C bəndindəydi. Verilmiş izaha uyğun sözü seçin. Oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxta nə deyirik? Kreslo deyirik, divan, yastıq, masa. Masada uzanmaq mümkün deyil. Kreslo yumşaq da otura bilərik, amma uzana bilmirik. Balaca kreslo da ola bilər. Yastığa baş qoyuruq. Düzgün cavab oldu. B. Divan. Həm yumşaqdır, həm otura bilirik, həm uzana bilirik. 3-cü sual. Hansı bənddə dırnaq işarəsi düzgün qoyulmamışdır? Uşaqlar, dırnaq işarəsi statlarda qoyulur. Məsəl üçün, kimsə nəyisə deyir, dedi sözündən sonra məsəl üçün 2 nöqtə qoyuruq və 2 nöqtədən sonra biz dırnaq işarəsi açırıq ki, həmin adamın dediyini yazaq. Yəni orada onun içərisində səsləndirək. Bax məsələn, usta şagirdlərinə səsləndi. Yəni usta dedi. Baxın 2 nöqtə. Lazım olan əşyaları bura gətir. Bu doğrudur. Bizdən doğru olmayan istəyir. Düzgün qoyulmayıb. Babası nəvəsinə gülümsəyib dedi, səninlə vaxt keçirmək məni sanki cavanlaşdırır. Burada da doğrudur, çünki babanın sözüdür. Kiminsə sözü yazılır dırnaqda. Həkim xəstənin üzünə baxıb söylədi, dərmanları vaxtında qəbul et. Bax, yanlış buradadır. Dırnaq işarəsi ikinci cümlədə olmalıydı. Dedi olan cümlədə olmur. Dedidən sonraki olan cümlədə olur. Yəni statlarda. C bəndi, fikir, rəy, sitat, fərqi yoxdur. Yəni kiminsə dediyi nitqdə, nitq dırnaq işarəsində, dırnaq içində yazılır. Deməli, C bəndi yanlışdır. Ahəng qanununa əsasən hansı bənddə uyğunluq pozulmuşdur? Tısbağalar, düzdür. Çətirlər, düzdür. Pendirlər, düzdür. Bu nədir? Parabüzən. Parabüzənlər olmalıydı. Amma burada nə verib? Lar. Deməli, ahəng qanununa görə uyğunluq pozulub. Əgər sözün sonun hecasındakı sait qalındısa, biz ona qalın saitli şəkilçi artırırıq. Əgər sözün son hecasındakı sait incədirsə, biz ona incə saitli şəkilçi artırmalıyıq. Onda ahənglik qorunur.
Hansı cümlədə tərkibində çı, çi, çü, çü hissəciyi olan söz işlənməmişdir? Aha, deyək ki, larlər kimi. Tərkibində çı görə bilərik, çi görə bilərik. Amma bu sözün öz kökünün bir hissəsi də ola bilər. Bizə lazımdır ki, şəkilçi, demək şəkilçi olanları çıxacağıq, şəkilçi olmayanını götürəcəyik. Sualı bir də oxuyuram. Hansı cümlədə tərkibində çı hissəciyi olan söz işlənməyib? Deməli, üçündə şəkilçidir, birində şəkilçi deyil. Qardaşım məntiq yarışında yarım finalçı oldu. Yarım final. Çı burada şəkilçidir. O müxtəlif bölgələrdə kəşfiyyatçı kimi xidmət göstərib. Dərzi iş üçün yeni iynə və qayçı aldı. Baramatçı 10 qutu ipək qurdu bəsləyirdi. İndi baxın. Kəşfiyyat sözün köküdür, çı burada şəkilçidir. Barama sözün köküdür, çı burada şəkilçidir. Qayçı sözündə isə çı sözün elə içindədir. Qay sözü olmur axı. Elə qayçı sözün özü bütövlükdədir və çı onun bir hissəsidir. Deməli, çı burada şəkilçi deyil, sözün bir hissəsidir. 6-cı sual. Verilmiş cümlənin sonuna hansı durğu işarəsi uyğun gəlir? Bəh-bəh, yaz fəsli gəldi. Bəh-bəh nədir uşaqlar? Nida. Və biz demişik ki, nida işlənən cümlələr olur. Nə cümləsi? Nida cümləsi. Hansı söz yanlış yazılmışdı? Bulut, 8, həşərat, dəftər. Bulut düzdür, 8 düzdür, həşərat düzdür, dəftər səhvdir. Dəftər deyirik, amma dəftər yazmırıq. Dəftər yazırıq. Aşağıda hansı əşya təsvir edilmişdir? Biz bu ilə tenis oynayırıq, düzdür? Bunun adı nədir? Raketkadır. Bir yaz səhəri qarışqa dərəyə düşür. Xilas olmaq üçün çırpınarkən oradan keçən bir göyərçinin qarışqaya yazığı gəlir. Çöp tapıb dimdiyi ilə onu qarışqaya tərəf uzadır. Nəticədə qarışqa xilas olur. Başqa bir gün meşəyə bir ovçu gəlir. Göyərçini tüfəngi ilə ovlamaq istəyir. Qarışqa bunu görür. Ovçunun ayağını dişləyir. Tüfəng onun əlindən düşür. Beləliklə qarışqa da göyərçinin həyatını xilas edir. 9-cu, 10-cu suallar mətnlə bağlıdır. Mətnin tərkib hissəsi yanlış göstərilmişdir. Qarışqa bunu görür. Əsas hissədədir. Doğru. Bir yaz səhəri qarışqa dərəyə düşür. Giriş hissədədir. Yəni mətnin əvvəlində idi. Doğru. Beləliklə qarışqa göyərçinin həyatını xilas edir. Nəticədə idi. Yəni sonda idi. Doğru. Ovçunun ayağını dişləyir. Bu girişdə deyildi. Harda idi? Əsas hissədə idi. Yanlış budur. Deməli, bu əsas hissədə idi. Giriş hissədə deyildi. Mətndən çıxan nəticə nədir? Qarışqaların ovçuları sevməməsi, meşələrin təhlükələrlə dolu olması, edilən yaxşılığın qarşılıqsız qalmaması, qarışqa ilə göyərçinlərin dostluğunun möhkəm olması. Uşaqlar, burada mətndən bizə verilən əsas fikir edilən yaxşılığın qarşılıqsız qalmamasıdır. Göyərçin bir dəfə qarışqanı xilas eləmişdi. Qarışqa da gəldi, onun qarşılığında göyərçini xilas etdi. Azərbaycan dilinə aid olan tapşırıqları yerinə yetirdi. Keçək riyaziyyat dərsinə. 8 və 1 rəqəmləri ilə yazıla bilən 2 rəqəmli ədədlərdən rəqəmləri fərqli olan ən kiçik ədədi 3-ə böldükdə neçə alınır? Deməli, 8 və 1 rəqəmi ilə yazıla bilən 2 rəqəmli ədədlərdən 1 ilə 8-dən nə yazmaq olar? 18, 11, 81, 88. Bunları yaza bilərik, düzdür? Deyir ki, rəqəmləri fərqli olan ən kiçiyi götür. Rəqəmləri fərqli olan ən kiçik 18-dir. Və deyir, bu 18-i 3-ə böl. 18-i 3-ə böləndə neçə qalır uşaqlar? 6. Elvin bir dönər bir ayran aldı. O kassaya 10 manat verdi. Dönər 2 manat 50 qəpik, ayran 1 manatdır. Kassir Elvinə nə qədər pul qaytarmalıdır? İndi uşaqlar. İki manat 50 qəpik ilə 2 manat 50 qəpik üstə gəl 1 manat. Qəpiyi yoxdur, düzdür? Neçə manat edir? 50 qəpik olduğu kimi qalır.
2 manatın da üstünə 1 manat edir neçə? 3 manat. Deməli, bunların ikisi bir edir 3 manat 50 qəpik. Kassaya da vermişik nə qədər? 10 manat. İndi 10 manatdan 3 manat 50 qəpiyi çıxmalıyıq. 10 manatdan 3 manatı çıxırıq. 7 manat. 7 manatdan da 50 qəpiyi çıxanda qalır 6 manat 50 qəpik. 52 ilə 21-in cəmindən 32 çıxın ifadəsinə uyğun bənd hansıdır? Birinci 52 ilə 21-in cəmini istəyir. 52 ilə 21-in cəmini istəyir. Sonra deyir ondan 32-ni çıxın. İndi yazdığım misal hansı bənddədir? C bəndində. Tapşırıqda verilən addımlara fikir vermək lazımdır həmişə. 4-cü sual. Nağıl kitabı 4 manat. Dərslik 3 manat. Hər birindən 2 dənə aldım. 2 dənə 4 manatdan alsam nə edir? 8 manat. 2 dənə də 3 manatlıq alsam 6 manat. İndi mən bunlara nə qədər pul verirəm? 8-in üstünə 6 eləyir 14. Aha. Hər birindən 2 ədəd alan Murad satıcıya 15 manat pul verdi. Satıcı ona nə qədər qaytarmalıdır? Mənim aldıqlarım tutur 14 manat. Mən də satıcıya vermişəm 15 manat. 15-dən 14 çıxanda nə qalır? 1. Satıcı mənə 1 manat qaytarmalıdır. Daha doğrusu Murada 1 manat qaytarmalıdır. Verilən vaxtda saat əqrəblərinin yaratdığı bucağın növünü müəyyən edin. Saat 1 tamamdır. Uşaqlar. Deməli, bu saatdırsa, burada olur 12, 6, 3, 9, 1, 2, 4, 5, 7, 8, 10, 11. Saat 1 tamamdır. Demək, böyük əqrəb olacaq 12-nin üstündə. Balaca əqrəb olacaq 1-in üstündə. İndi bu hansı bucağı əmələ gətirir sizcə? Baxın, belə bir şey əmələ gəldi. Bu hansı bucaqdır? İti bucaq. O da var A bəndində. Ümumiyyətlə, bucaqları da xatırlayaq. İti bucaq, düz bucaq, kör bucaq, açıq bucaq və bir də var tam bucaq. 6-cı sual. 33 ədədinə 2 onluq 5 təklik əlavə edək. 33 ədədinə 2 onluq 5 təklik, 2 onluq 20, 5 təklik 5. Neçə elədi? 25. 33-ün üstünə 25-i gələk. 3-ün üstünə 5, 8, 3-ün üstünə 2, 5. Eləyir 58. Bunu da onluq təkliklə desək, 5 onluq 8 təklik edir. 7-ci sual. Ən böyük 2 rəqəmli ədəd ilə. Ən böyük 2 rəqəmli ədəd neçədir uşaqlar? 99. Ən kiçik 1 rəqəmli ədəd. Ən kiçik 1 rəqəmli ədəd 1-dir. Ən kiçik 1 rəqəmli ədəd. üstünə 99-un üstünə gəlirik 1-i. O da deyir neçə? 100. O da var B bəndində. Növbəti suala keçək. Yusif gündə 2 saat dərs oxuyur. Neçə saat dərs oxuyur? 2 saat. 4 həftədə nə qədər dərs oxuyur? Aha. Əvvəlcə bir həftəni deyək. Bir həftədə neçə gün var? Bir həftə bərabərdir 7 günə. Onda 4 həftədə neçə gün olacaq? 4-ü vururuq 7-yə. Eləyir 28 gün. Hər gün 2 saatdırsa 28 günü tapmaq üçün 28-i vururuq 2-yə ya da 2 tane 28'i topluyoruz. 8'in üstüne 8, 16, bir yatda, 2'nin üstüne 2, 4, bir de yatda 5. O da eləyir 56 saat. Şəkildəki saatın əqrəbi hansı bucağı əmələ gətirir? Yenə bucaq. Deməli, baxın, belədir. Bu hansı bucaqdır uşaqlar? Düz bucaq. 90 dərəcə. Aliye'nin 6 konfeti var. 6 var. Bacısı ona ən kiçik 2 rəqəmli tək ədədin 2 qatı qədər. Ən kiçik 2 rəqəmli tək ədəd 11'dir. Onun da 2 qatı 22'dir. Deməli, bacısı ona 22 konfet. Qardaşı isə 3 üstəgəl 3 üstəgəl 3'ün cəmi qədər. O da deyir neçə? 9.
konfet verdi. Özündə də var idi neçə? 6. İndi deyir Aliyənin ümumi nə qədər konfeti oldu? 22-nin üstünə 6 eləyir 28. 28-in üstünə də 9 eləyir 37. Dördüncü səhifəmizin birinci tapşırığı. Şəbnəm saat 13:30-da məktəbdən qayıdır. Qayıdır 13:30-da. 2 saat dərs oxuyur. 1 saat oyun oynayır. Şəbnəm oyun oynadığı vaxtın yarısında olarkən saat neçə olacaq? Oyun oynadığı vaxtı istəyir və onun yarısını istəyir. Deməli 13:30-da gəlib 2 saat dərs oxuyub. Əvvəlcə gələn o 2 saatı gələk üstünə. 15:30 eləyir, düzdür? Deməli dərs oxuyub qutarandan sonra saat 15:30-dur. 1 saat oyun oynayırsa 1 saat 60 dəqiqədir. Onun yarısı nə qədər olacaq? 1 saatın yarısı 30 dəqiqə olacaq. Deməli 1 saatı yox, onun yarısını gəlirik üstünə. 30-un üstünə 30, 60 edir 15-60. 60 dəqiqədə 1 saatdır. Bunu sıfırlayırıq və o 1 saatı veririk 15-in üstünə. Eləyir neçə? 16:00. Deməli o oyun oynamağının tən yarısında saat 16:00, yəni 4 tamam olacaq. 76-49 fərqini hesablamaq üçün hansı üsul əlverişlidir? Əvvəlcə gəlin 76-dan elə 49-un özünü çıxaq. 76-dan 49 çıxanda nə qalır? 6-dan 9 çıxmaq olmur. 16-dan 9, 7. 6-dan da 4, 2. Deməli bizə hansı cavab lazımdır? 27. Bu variantların cavabları da 27 olmalıdır. Gəlin indi hamısını əvvəlcə cavablarını tapaq. Sonra əlverişlisini taparıq. 80-dən 49 çıxanda nə qalır? 31. 31-dən də 4 çıxanda qalır 27. Cavabı 27. 76-dan 40 çıxaq. Eləyir 36. 36-dan da 9 edir 27. 76-dan 50 çıxaq. 26. 26-nın üstünə 1, 27. 80-dən 40 çıxaq. 40. 40-ın üstünə 9, 49. Ümumiyyətlə D bəndinin heç aidiyyatı yoxdur. Çünki cavab 49-dur. Amma bizə 27 lazımdır. Və deyir ki, əlverişli olan hansıdır? Hesablamaq üçün. Biz hələ sizinlə birini götürək, birini verək, yəni qaydasını keçməmişik. Amma sizinlə nəyə keçmişik? Əvvəlcə onluğunu çıxırıq, sonra da onun təkliyini çıxırıq. İndi sizcə bu hansı bənddədir? Əvvəlcə onluğu çıxırıq, sonra təkliyi çıxırıq. Hansı bənddədir uşaqlar? Dediyim B bəndində. Verilmiş ədədin əvvəlcə onluğunu, sonra təkliyini çıxırıq. Hansı bərabərlik doğru deyil? Vurğulan yerin dəyişəndə hasil dəyişmir. Toplanan yerin dəyişəndə də cəm dəyişmir. Baxın. 2 vur 6, 6 vur 2-yə bərabərdir. 3 vur 7, 7 vur 3-ə bərabərdir. 5 üstə gəl 4, 4 üstə gəl 5-ə bərabərdir. Amma 2 vur 7, 7 üstə gəl 2-yə bərabər deyil. Ona görə də elə düzgün olmayan B bəndidir. Düzbucaqlının eni 12, uzunluğu 14'dür. Düzbucaqlı çəkdik. Eni 12, uzunluğu 14'dür. Düzbucağın tərəflərinin cəmi nə qədərdir? Əgər bu n 12-dirsə, deməli onun qarşı tərəfi bərabər olduğuna görə burada 12 olur. Uzunluq 14-dürsə, burada 14 olur. Deməli bunların hamısını nə etməliyik? Toplamalıyıq. 14-ün üstünə 14, 28, 12-nin üstünə 12, 24. Bunları toplayırıq. 12 bir yadda, o da 5. Cavab edir 52. Yüzlük kvadrata əsasən 36-nın alt qonşusu. Bax, yüzlük kvadratda nədir? Yuxarıdan aşağı düşəndə 10 artır. Soldan sağa gedəndə 1 artır. Və yaxud da ki, sağdan sola qaydanda 1 azalır. İndi bizə 36-nın alt qonşusunu istəyir. 36-nın alt qonşusu eləyir 46. 45-in sol qonşusunu istəyir. 45-in sol qonşusu da eləyir 44. İndi 46 ilə 44-ün nəyini istəyir? Cəmini. 46 ilə 44-ü də toplayanda eləyir 90. 50 ilə 60-ın arasında yerləşən ən böyük cüt ədəd.
Bu edir 58. 50 ilə 60 arasında yerləşən. Ən böyük 59'dur, amma bizdən cüt istəyir də. Ona görə 58. 6 ilə 5'in hasilini çıxaq. 6 ilə 5'in hasilini nə edir? 30. İndi bundan bunu çıxaq. 8'dən 0, 8, 5'dən 3, 2. Cavab eləyir 28. 3 eyni toplananın cəmi 15'dir. 3 eyni toplananın cəmi 15'dir. Yəni, bax, məsəl üçün, A üstəgəl A üstəgəl A bərabərdir 15. Hansı 3 eyni ədədi toplasaq 15 eləyir? 5'i. Deməli, həmin ədəd neçədir? 5. Deyir ki, indi hər birini 3 vahid artır. 5'i 3 vahid artırsaq nə edir? 8. Yaranır. 8 üstəgəl 8 üstəgəl 8. O da bərabərdir 24'də. B bəndi. Bunun digər üsulu da var. Cəm eyni qalır və biz bilirik ki, toplanan nə qədər artırsa, cəm də o qədər artır. Bizim 3 ədədimiz var, düzdür? 3 ədədimizin hər biri də 3 vahid artsa, 3 vur 3 eləyir 9. Və ümumi cəmimizin üstünə də həmin 9'u gəlirik. O da eləyir 24. Deməli, hər iki üsulla cavab eləyir 24. Hansı uyğunluq doğru deyil? Əyilmədən hər bir tərəfə uzanan xəttə düz xətt deyirik. Bu doğrudur. Düz xəttin iki nöqtəsi arasında qalan hissəyə parça deyirik. Bu da doğrudur. Düz olmayan müəyyən hissələrdə əyilən xəttə əyri xətt deyirik. Düz deyir. Başlanğıcı olan, sonu olmayan xəttə sınıq xətt demirik. Sınıq xətt demirik. Nə deyirik? Şua. Şua necə idi? Xəttləri keçəndə keçmişdi. Başlanğıcı var, amma sonu yoxdur. Yəni, bir tərəfdən məhdudlaşdırılıb, burada uzada bilmərik. Amma digər tərəf açıqdır, istədiyimiz qədər uzada bilirik. Buna deyirlər şua. Aşağıdakilərdən hansı təkliyi ən böyük olan 2 rəqəmli ədəddir? Hamısı 2 rəqəmlidir. İndi təkliklərinə baxıram. 0, 9, 8, 0. Sıfırlar ən kiçiklərdir. Bizdən ən böyük təklik istəyir. Ən böyük təklik də 9'dadır. Demir ha, ən böyük ədəd hansıdır? Deyir, təkliyi böyük olan ədəd hansıdır? Yəni, bizə əsas burada təklik lazımdır. Sonuncu sualımız. Pul qabıma hər gün 4 manat pul atıram. Bu hesabla neçə gün sonra pul qabımda 20 manat olacaq? Deməli, uşaqlar, hər gün 4 manat atıram. İkinci gün 4 manat atsam nə edir? 8 manat. Üçüncü gün 4 manat attım. 12 manat. Dördüncü gün 4 manat attım. 16 manat. Beşinci gün 4 manat attım. 20 manat. Sizdən də 20 istəyir deyə saxladıq. Bunu addım da hesablaya bilərsiniz. Amma ən rahat yolu ümumi məbləği hər gün yığacağımız məbləğə bölməkdir. Yəni 20'ni bölürük 4'ə. O da edir 5. İndi baxın, burada neçədən 5 oldu? 4 oldu. 1, 2, 3, 4, 5. Burada da cavab 5. Deməli, mən bunu 5 günə yığarım. 5 günə, günü 4 manatdan 20 manatı 5 günə yığmaq olur. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm, bütün tapşırıqları başa düşdük. Başa düşmədiyimiz hissələri şərh bölməsində göstərin. Bir daha izah edəcəyik.